Şəhid qardaşımızın silahdaşları adından biz onun bayrağını sənə təqdim edirik. Və biz bu bayrağı sizə müvəqqəti veririk. Bizim bu bayraqlar indi hal-hazırda azad etdiyimiz torpaqlarda dalğalanır. Və biz bu bayrağın dalınca bir də gələcək. Bax, bu silahdaşlar sizdən bu bayrağı alıb söz veririk ki, şəhid qardaşımızın önündə sizə söz veririk ki, biz bu bayrağı Şuşa qalasında da dalğalandıralım. Xahiş edirəm, bayrağı götürün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun. Vətən sağ olsun. Vətən sağ olsun. Yol verin, icazə verin oradan. Uşaqlar oradan başını qaldırır. uşaqlar düşsün oradan. Uşaqlar düşür oradan. Uşaqlar düşür oradan. Uşaqlar düşür. Biraz gedib, biraz seyrəlim. Götürə bilməyəcəm. Mən kesin orada. Dikkat, Karol. Tamam. Tamam, müşahid. Dikkat, Karol. Silahı. Doldur. Ateş. Silahı. Doldur. Ateş. Silahı. Doldur. Ateş. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ondan yüksek mal yok. Ona göre şehitten hiç olmadı onu olmayacak. Şehitler daim yaşayacak. Azerbaycan ne kadar var? Azerbaycan devlet müstəqilliği ne kadar var? Halkımız ne kadar var? Şehitler olacak. Allah şehidimize rahmet eylesin. Allah onun valideynlerine canını sağ eylesin. Var olsun. Ben bayaq da dedim, sizin nəbələriniz olacaq. Adını yenə də oğlunuzun adını qoyacaksınız. Bizim gələcəyə doğru.